Uşaq həm də gəlin. Qanuni evlilik yaşı bəzi istisnalarla əksər yerlərdə kağız üzərində 18-dir. UNICEF-in məlumatına görə bugün sağ olan 640 milyondan çox qız və qadın uşaq ikən evləndirilib. Milyonlarla qurbanlardan biri valideynləri tərəfindən 11 yaşında ərə verilən Bosniyalı bir qadındır. Qışqırırdım ki, evlənmək istəmirəm, özümü öldürmək istəyirdim. Uşaq idim, yetkinlik yaşına çatmamışdım. Şəxsiyyət vəsiqəm belə yox idi. Niyə valideynlər yetkinlik yaşına çatmamış qızını nikaha məcbur edirlər? Uşaq nikahı daha çox digər problemlərin, xüsusən də yoxsulluq və iqtisadi çətinliklərin həlli kimi istifadə olunur. Ekspertlər deyirlər ki, sosial çətinlik və ailədən gələn təzyiqlər də əhəmiyyətli rol oynayır. Ekspertlərin fikrincə, uşaqlar azad şəkildə böyüməli, oynamalı və öyrənməlidir. Erkən nikah milyonlarla qızın uşaqlığını əlindən alır, məktəbə getməsini önləyir və məişət zorakılığı, yeniyetmə hamiləliyindən yaranan fəsadlar və digər sağlamlıq problemlərinin riskini artırır. Bəs bu niyə hələ də baş verir? Əsas səbəblər arasında qanundakı boşluqlar, yazılmamış qanunların mövcudluğu var. Beləliklə, onlar dövlətin gözündə evli sayılmaya bilərlər, amma cəmiyyətin gözündə müəyyən bir ritual vasitəsilə evli hesab olunurlar. Düşünürəm ki, bu praktikalar daha çox gizli və ya dövlət üçün görünməz olduqları üçün onları aşkar etmək, izləmək və qarşısını almaq xeyli çətindir. BMT-nin Əhali Fondunun məlumatına görə hər il 12 milyondan çox qız ərə verilir. Erkən evlilik qurbanları öz qızları üçün necə bir tali arzulayırlar? Bunu soruşduğumuz bütün qızlar, hətta evliliklərində xoşbəxt olduqlarını deyən qızlar belə, mən bunu öz uşağım üçün istəməzdim deyirlər. Mən başqa bir həyat istəyirəm. Uşağımın məktəbə getməsini, müstəqil olmasını istəyirəm. Bu da göstərir ki, bəzən qızlar sanki uşaq nikahını seçirmiş kimi görünsələr belə, bu əslində onların seçimi deyildi. Onların başqa alternativi yox idi. UNICEF bildirir ki, 18 yaşdan əvvəl evlilik insan hüquqlarının fundamental pozuntusudur. Amma yenə də dünyada hər 3 saniyədə bir qız evləndirilir. Bəs siz bunu izləyənə qədər neçə qızın ərə verildiyini bilirsinizmi? Ekrana baxın.